Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Məclisin 6-cı çağırış deputatı olmuş İqbal Məmmədova məxsus Lirik Broiler Məhdud Məsuliyyətli Cəmiyyəti MMC fəaliyyətini dayandırır. Xəbər verilir ki, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı Lirik Broiler MMC-də də ciddi maliyyə problemləri yaranır. Şirkət bir neçə aydır fəaliyyət göstərmir. Qeyd olunur ki, işçilər uzun müddətdir əmək haqlarını ala bilmirlər. Aparılan araşdırmaya əsasən MMC-nin Dövlət Vergi Xidmətinin 6 saylı ərazi vergilər baş idarəsinə 255.340 manat vergi borcu var. Məlumata görə İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı MMC-nin direktoru vəzifəsindən azad edilib. Bir neçə ay əvvəl Lirik Broilerə Emin Şiriyev rəhbər təyin olunub. Məsələ ilə bağlı Lirik Broiler MMC-nin Emin adlı nümayəndəsi ilə əlaqə saxlanılıb. O, şirkətin İqbal Məmmədovla əlaqəsi barədə suala belə reaksiya verib. Sizə nə dəxli var ki, şirkət İqbal Məmmədovdan çıxıb ya çıxmayıb? İşçilərə əmək haqqı verilməsi ilə bağlı məsələnin də ağsaqqala heç bir aidiyyəti yoxdur. İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının da ona bağlılığı yoxdur. Axmaq danışırsınız. 8 aydır Lirik Broiler işləmir. Siz şirkətin niyə işləməməsi barədə maraqlanırsınız?